Paturani, Hindistanın qərbi Benqaliya əyalətindən olan bu qadın son 20 ildir suyun içində yaşayır. Hamımız bilirik ki, nə vaxtsa qocalacaq. Bu insan orqanizmi üçün təbii prosesdir. Paturani qocaldığını hiss edəndən bəri suda yaşayır. Deyilənə görə o ailəsini itirdikdən sonra həyatdan küsüb depressiyaya düşüb. Sağ qalan yeganə qızı söyləyir ki, anam 2 ayda bir dəfə yemək yeyir. Anam tez-tez nəfəs alır. Buna görə də suda sağ qalmağı bacarır. Qərbəsi budur ki, qadın suya girəndən bəri bir dəfə də olsun xəstələnməyib. Həkimlərin fikrincə qadın psixoloji xəstədir. Amu Hacı, İranda yaşayan bu kəndli haqqında eşidəcəkləriniz sizi heyrətləndirəcək. 80 yaşlı Amu Hacı 60 ildir ki, çinmir. Onun yaşadığı mühitdə gigiyenik deyil. Bütün bədəni kirlə örtülən kişi 60 ildir üzünü də təraş etmədiyini deyir. Ən böyük hobbisi özü kimi kirli su borularından kəsib düzəltdiyi qəlyanı sümürməkdir. O qəlyanını heyvan gübrəsi ilə doldurur. Həkimlərin fikrincə onun çinmək istəməməsinin səbəbi hansısa tibbi problem yaxud uşaqlıqda aldığı travma deyil. Bu onun şəxsi seçimidir. Paul Alexander, 70 yaşlı Paul 65 ildir polad ciyərə bağlı yaşayır. O uşaqlıqda iflik keçirib. Poladdan olan ciyərinin yoxlanması və təmizlənməsi lazım gəldikdə, təmiri üçün ancaq avtoservis ustalarına güvənir. Cihaz bir damcı düzgün işləməsə, Paul nəfəs ala bilmir və boğulmağa başlayır. Miguel Restrepo, Kolumbiyalı Miguel evsizdir, amma o özünə yaşamağa yer tapıb. İstifadə olunmayan köhnə kanalizasiya xətlərinin birində yaşayır. 22 ildir xanımı Maria Garcia və iti ilə bircə kanalizasiya borusunda yaşayan Miguel'in evində çarpayı, yemək pişirmək üçün soba və televizoru da var. Miguel'in ən böyük qorxusu odur ki, nə vaxtsa hökumət evini əlindən alar. Mahant Amar, qolunuzu yuxarı qaldırın və neçə saat belə qala bildiyinizi ölçün. Hindistanlı bu kişi 47 ildir ki, qolunu aşağı endirmir. 1970-ci ildə o özünü inancına həsr etmək üçün işdən çıxır. Ailəsini və dostlarını tərk edir. 1973-cü ildə bir yuxu görür. Elə o yuxunun təsiri ilə də qolunu Tanrı Şiva üçün yuxarı qaldırır. O gün bugündür sağ qolunu bir dəfə də olsun aşağı endirməyib. Artıq qolu deformasiyaya uğrayıb. Mahant Amar qolunun ağrıdığını, amma daxilən rahatlıq tapdığını da deyir. Həm yerliləri Mahant Amarı müqəddəs adam hesab edir. Hind Yogi, 83 yaşlı yogi həkimlərin diqqətini çəkib və onu müayinə etmək üçün müraciət ediblər. Səbəbi isə bu adamın inanılmaz iddiasıdır. O deyirdi, mən 72 ildir heç nə yemirəm, heç adi su da içmirəm. 8 yaşında olarkən o evdən qaçır. Dediyinə görə bir müddət sonra təbiətin enerjisi ona həyatda qalmağa, acmamağa və susuzlamamağa kömək edir. Həkimlər bu işə mat qalıb. Hələ də yoginin necə yaşadığını tam aydınlaşdıra bilməyən tibb mütəxəssisləri düşünür ki, Hindistanda bu cür yaşayan çox adam var. Sen Dicun, əvvəlkilərə nisbətən Dicunun həyatını biraz normal saymaq olar. O heç vaxt dərman içmir. İnanır ki, onun xəstəliklərinin yeganə dərmanı benzindir. 71 yaşlı qoca 42 ildir ki, benzinə üst tutub. Bənnalıq ilə məşğul olan Dicun bir ayda 3 litrdən çox benzin içir. Dediyinə görə 1969-cu ildə sinəsi bərk ağrıyır. O müxtəlif dərmanlar içir, amma ağrıları azalmır. Nəhayət benzin içir və sağalır. Çinli professorların fikrincə Dicunun bu qədər benzin içib sağ qalması möcüzədir. Hesablamalara görə indiyədək Dicun 2 tona yaxın benzin içib. Rahma Haruna, Nigeriyalı Rahma 19 ildir ki, Kapronvanlıda yaşayır. Bu qız dünyaya sağlam uşaq kimi gəlib, 6 aylıq olanda xəstələnib. Bundan sonra orqanizmi düzgün inkişaf etməyib və anası onu Kapronvanlıya qoyub. Qardaş və anasının köməkliyi ilə yaşayan Rahma, televiziyaların birinə verdiyi müsahibədə deyib, hər şey üçün Allaha şükür edirəm. Təəssüf ki, elə bu müsahibədən az sonra Rahma vəfat edib.